var deyirsən? Al, tut, al, aha. Elin kurusun ele, elin. Ay, dur tesbih necəsin sen ver mən onu. Azərbaycan teatrı və kinosunun tarixində adı qızıl hərflərlə yazılmış sənətkarlardan biri də görkəmli gülüş ustası, səhnəmizin unudulmaz qaynanası, xalq artisti, şərəf və şöhrət ordenli Nəsibə Zeynalovadır. Onun yaratdığı obrazlar bugün də tamaşaçıların yaddaşında yaşayır, səsləndirdiyi replikalar isə dillər əzbəridir. Amma bu böyük sənətkarın həyatı heç də filmlərindəki qədər gülüş dolu olmayıb. Uşaqlıq illərində yaşadığı ağır çətinliklər, ailə faciələri, sənət uğrunda keçdiyi keşməkeşli yol və çoxlarının bilmədiyi maraqlı faktlar onun həyatını daha da diqqət çəkən edir. Bu videoda Nəsibə Zeynalovanın həyatına, yaradıcılığına və indiyədək az danışılan məqamlarına birlikdə nəzər salacağıq. Hazırsınızsa, başlayaq. Saqqal ağarmış yazır ki, nenə istəyirəm bu saxlayım. Bilmirəm, bahar razı olar ya yox. Saxlasın. Saxlasın, əri. Saxlasın. Nəsibə Zeynalova 1916-cı il aprelin 20-sində Bakıda dünyaya göz açıb. O, tanınmış tacir, teatr xadimi, Azərbaycan realist aktyor məktəbinin banilərindən biri olan Cahangir Zeynalovun yeganə övladı idi. Atası öz şəxsi mülkündə tamaşalar təşkil edir, teatr sənətinin inkişafı üçün böyük əmək sərf edirdi. Qızı dünyaya gələndə isə ən böyük arzusu, onun da gələcəkdə səhnəyə çıxaraq sənət yolunu davam etdirməsi idi. Təəssüf ki, taleyin hökmü buna imkan vermədi. Nəsibənin cəmi 2 yaşı olanda Cahangir Zeynalov vəfat etdi və qızının böyük sənət yolunu görə bilmədi. Sovet hakimiyyəti qurulduqdan sonra ailənin həyatı tamamilə dəyişdi. Atadan qalan mülk dövlət tərəfindən müsadirə edildi. Nəsibə Zeynalova və anası Hüsniyə xanım ağır şəraitdə yaşamağa məcbur oldular. Bir vaxtlar öz evlərində yaşayan ana və qız sonradan zirzəmidə məskunlaşdılar. Lakin bütün bu çətinliklər balaca Nəsibənin sənət sevgisini heç vaxt söndürmədi. Məktəb illərində rəqslə məşğul olan Nəsibə Zeynalova hələ gənc yaşlarından səhnəyə böyük maraq göstərirdi. 1932-ci ildə görkəmli rejissor Rıza Təhmasibin rəhbərlik etdiyi Tram dərnəyinə üzv qəbul olundu. Bu, onun peşəkar sənət yolunun ilk ciddi addımı idi. Sizin nəvəniz cinayətkardır. Patonla, bura bax, budur sənə deyirəm. Nə qədər ki, mən buraları dağıtmamışam. Od vurub odlamamışam. İnan ki, yandıram aləmi. Qətər mənim uşağımı. Hadi bir de görüm ki, hansı kanunda, hansı kitapta yazılıb ki, adamı yuxu üstündə türməyə bassınlar. O baxır yuxuya. Ay Məsbəkala, niye narahat olursan? Çok ince bir mesele var. Bu saat ellerisinde bırakıcı çıkıp gidecekler. Hadi həlilsən, zəlisən, məlisən, bilmirəm. Mənim balamı sən tutub getirmirsən bu. Budur sənə deyirəm, mənim uşağımın başından bir dənə tük əskik olsa, sənin o tülkü gözlərinin bebəklərini, ikisini bir deşikdən çıxartaram. Vallahi bizlik gör Məsbəkala. Billah bizlik gör, vallahi bizlik gör. Özün keçşənlə ikişərmədinən o sağı bırakacaq, qalacaqlar. Doğrudan deyirsən, malades sənə. Bir dənə kişi varsa o da sənsən, malades. 1934-cü ildən etibarən səyyar kolxoz və safxoz teatrının aktyor heyətində Azərbaycanın müxtəlif bölgələrinə qastrol səfərlərinə çıxaraq tamaşaçılar qarşısında çıxış etdi. Gənc aktrisa qısa müddətdə istedadı ilə seçilməyə başladı və 1938-ci ilin aprelində yeni yaradılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrına birinci dərəcəli aktrisa kimi qəbul edildi. Həmin dövrdə o eyni zamanda Bakı Teatr Məktəbində də təhsil alırdı. Azərbaycanın məşhur sənətkarları Ağa Sadıq Gəraybəyli, Məhərrəm Aşımov və Aleksandr Tuğanov onun müəllimləri oldular. Heyətdə itaz idi, küçüyü də çamadandan çıxdı. Kalkından 2 dəstə ver ona görə, tez elə. Ay yaxşı tör, turpa gəlir.
Türfe yani. Neçəydi destesi turpun? 15 gün. Hadi. He. 5-6 tane fındık boyda turpi bağlamışsan, He. 15 köpke. Çörek bir abasya doludur. Hiç Allah'ından korkmursan. Hiç hacalet çekip gözüne girsin. Xala əndiqə İran xanası, lap belə sənin xətrin. Hindi çıkmışam paraxotda. Lap belə bir dağı almışam. Ana, 40 ildir mən başımı İran xınası yaxıram. Kime gelirsən bu kəledi? Ay Juli. Xala, Julik mən deyirəm. Julik sənin qardaşın oğlu Əlidir, o sırıyıb bunu. Ne? Görün çıxardarım onu. Gənc yaşlarından klassik Azərbaycan operettalarında və müxtəlif səhnə əsərlərində yaratdığı obrazlarla diqqət çəkən Nəsibə Zeynalova, Ər və Arvad, Arşın Malalan, Məşədi İbad, 50 yaşında cavan kimi tamaşalarda uğurlu çıxışlar etdi. Onun təbii oyunu, güclü səhnə enerjisi və improvizasiya bacarığı tamaşaçıların böyük rəğbətini qazandı. Sənət yolunda uğurlar qazansa da, şəxsi həyatı heç də asan keçmədi. Gənc yaşlarında ailə quran aktrisanın həyat yoldaşı Böyük Vətən müharibəsində həlak oldu. Bu ağır itkidən sonra uzun müddət tək qalan Nəsibə Zeynalova sonradan özündən 11 yaş kiçik musiqiçi Mütəllib Novruzovla ailə qurdu. 1954-cü ildə onların oğlu Cahangir dünyaya gəldi. Maraqlıdır ki, ailənin sənət ənənəsi burada da davam etdi. Cahangir Zeynalov sonradan Azərbaycanın xalq artisti adını aldı və uzun illər Türkiyənin Adana şəhərində yerləşən Çukurova Universitetinin Dövlət Konservatoriyasında professor kimi fəaliyyət göstərdi. Nəsibə Zeynalova teatrla yanaşı kinoda da böyük uğurlar qazandı. Onun ilk ekran işi 1958-ci ildə rejissor Həbib İsmayılovun çəkdiyi Ögey Ana filmindəki Fatma Nisa obrazı oldu. Bundan sonra isə ard-arda Azərbaycan kinosunun ən yadda qalan filmlərində rol aldı. Aktrisanın yaratdığı unudulmaz ekran obrazları sırasında Böyük Dayaq filmində Telli, Ulduz filmində Züleyxa, Bəyin oğurlanmasında Əsli xala, Yuxu filmində Məsimə, Güllələnmə təxirə salınıb filmində isə Xambacı obrazları xüsusi yer tutur. Lakin şübhəsiz ki, onun sənət zirvəsi Hicran tamaşasındakı Qızbacı və bütün Azərbaycan tamaşaçılarının böyük sevgisini qazanan Qaynana filmindəki Cənnət xala obrazı oldu. Bu rollar Nəsibə Zeynalovanın adını Azərbaycan mədəniyyət tarixində əbədiləşdirdi. 1974-cü ildə Hicran tamaşasında yaratdığı Qızbacı obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görüldü. Şefi qardaş, mənim işim 3 hissədən əsas, 3 hissədən ibarət. Birincisi, becik başdan ayağa geyindir. Bizim karşımı duvara dedin da. Dedin da. Amanam, ne oldu size? Onu demişse. Atamın coğrafya onu demişse. Şefi kardeş, sözüm yarımçılık kaldı be. Koymursan ki, nuhtasın koyum ki. O, təkcə peşəkar aktyorluğu ilə deyil, həm də bənzərsiz improvizasiya bacarığı ilə seçilirdi. Tamaşa zamanı mətnə əlavə etdiyi replikalar, yerində dediyi zarafatlar və təbii reaksiyalar bu gün də tamaşaçılar tərəfindən sevgi ilə xatırlanır. Onun bir çox improvizələri sonradan xalq arasında məşhur ifadələrə çevrildi. Ona zəhrimar verərəm elə. Cənnət xala, nəbzi də vurmur, deyirəm ölüb eləyəri. Ölüb? Laf əcib eləyib ölüb. Ağız məndə baxtar deyildi. Sirən gün ölsəydi, bugün içiydi. Ala! Ay başuza dönüm. Adam ayda ne çəkərəm mamasından olar. Ay bunun mamasının qarnı şişmatsın. Odur yenə atılxısı köpək sürüsü. Aləmi dolduracaq evə. Başlayacaqlar ulamağa, şıllaq atmağa. Ulamağa, şıllaq atmağa.
Allah ölmüştü xan kişi. Bəs mən artıq alacağım, ay mənim canım cigərim. Səninsə yerin mətbəxdir. Yer. Otur orada sigareti de tüstület akşamacan. Səni Allah vurmuşdu. Mənə də cənnət deyərlər. Aləmi dağıdaram ha. Mənə də affet deyərlər. Həmin il rejissor Rauf Kazımovski aktrisa haqqında Aktrisanın Təbəssümü adlı televiziya filmini çəkdi. 1980-ci illərdə isə Nəsibə Zeynalova Mozalan satirik kino jurnalının bir neçə süjetində rol aldı. Maraqlıdır ki, o sonralar müsahibələrinin birində rejissorların onu daha çox komik obrazlarda görməsindən gileylənərək dramatik rollarda da özünü sınamaq istədiyini etiraf etmişdi. Ayıp olsun, ayıp olsun. Olsun olsun. Utanmır yeki adam. Elə niye? Hara gedirsən? Ya nereden geldin? Mən bu qapıdan. Sen hara gedirsən? Ay yazık, ay bak. O kadar içmişsən ki, qapını qoyub reşotkadan geçirsən. Eve gedirəm. Gel görüm, bu boyda şehirde senden başka içen yoktur. Eve gedirəm, eve. Olmayan ağlıda ara kaparım. Eve git. Gedirəm. Allah qaralı kardeş. Elə bilirsən mən içmək istəyirəm. Elə bilirsən öz xoşuma içirəm. Yox. Ona göre içirəm ki, qoy görsünlər. İçəndən sonra nə günə düşürlər. Onun ailə həyatı ilə bağlı maraqlı faktlardan biri də nəvəsi ilə bağlıdır. Oğlu Cahangirin qızı Nəsibəni rəsmi şəkildə övladlığa götürmüşdü. Buna görə də nəvəsinin sənədlərində ata adı Cahangir qızı deyil, Mütəllib qızı kimi qeyd olunmuşdu. Azərbaycan incəsənətinin inkişafındakı böyük xidmətlərinə görə Nəsibə Zeynalova 1960-cı ildə əməkdar artist, 1967-ci ildə isə xalq artisti fəxri adlarına layiq görüldü. Sonrakı illərdə şərəf və şöhrət ordenləri ilə də təltif edildi. Nənə utanırama. Nədən utanırsa nə? Ged elə bir birinci dəfədir evlənir. Yetmeyeceğim. Kalacaksın. Seni kim alacak Ayyad? O da bir şey de almıştım sizi. Senin kimi gelinin, senin kimi gülün qədrini bilmir. Hər gün gəliləri ev-eşik çayında, yığışır çayında. Mənimki səhər gedir, axşam gəlir. Mən arvad saxlayan deyiləm. Bibi, sən də gəlin saxlayan. Ömrünün son illərində səhhətində yaranan problemlər səbəbindən sevimli səhnəsindən uzaqlaşmalı oldu. Bu ayrılıq onun üçün çox ağır idi. Müsahibələrinin birində böyük kədər hissi ilə belə demişdi. Allah mənə biraz da möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də səhnədə olardım. Təəssüf ki, bu arzu həyata keçmədi. Azərbaycan səhnəsinin əfsanəsi Nəsibə Zeynalova 2004-cü il martın 10-unda təsadüfən elə Milli Teatr günündə dünyasını dəyişdi. O, Bakıda Fəxri Xiyabanda dəfn olundu. Aradan illər keçsə də, Nəsibə Zeynalovanın yaratdığı obrazlar, özünə məxsus gülüşü, təbii aktyor oyunu və sənətə verdiyi misilsiz töhfələr onu Azərbaycan mədəniyyətinin ən sevilən və ən böyük simalarından biri kimi yaşatmağa davam edir. Hardasın? Hardasın ay Meşet Kazım? Gel gör senin cənnətimi, ne cəlalı var. Beləliklə, Azərbaycan teatrı və kinosunun əfsanələrindən biri olan Nəsibə Zeynalovanın həyat yoluna birlikdə nəzər saldıq. Onun yaratdığı unudulmaz obrazlar və sənətə verdiyi misilsiz töhfələr illər keçsə də yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Videomuzu bəyəndinizsə, bəyənməyi, şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Bu cür maraqlı videoların davamı üçün dəstəyiniz bizim üçün çox önəmlidir. İzlədiyiniz üçün təşəkkür edirik. Növbəti videolarda görüşənədək sağ olun.